Qardaşlar, Şaban ayının son cüməsidir. Biz indi Şaban ayının son günlərini yaşayırıq. İnşallah bir neçə günə Ramazan ayı, Allahın ayı və möminlərin Allahın qonağı olduğu, ziyafətində olduğu ay daxil olur. Elə ona görə də Şaban ayının son günlərində əsas vəzifəmiz Ramazan ayına hazırlaşmaqdır. Ramazan ayı o qədər əhəmiyyətlidir. Allahın ayı o qədər mühümdür. Allahın görüşünə, qonaqlığına gedib oruç tutmaq o qədər mühümdür ki, bizə buyurublar, Əhl-i Beyt imamlarımız, Ramazan ayına hazırlaşın. Belə deyil, ancaq günü örgənəsən, Ramazan ayı nə vaxt başlayır, gələsən Ramazan ayında orucu tutasan, qutarasan, tamam, yox. Ramazan ayına hazırlaşmaq lazımdır. Yaxşı, necə hazırlaşım? Ramazan ayına hazırlaşmaqdan ötürü nə etməliyəm? 8-ci imamımız, Məşhəd şəhərində olan mübarək qəbri yerləşən imamımız, İmam Rıza əleyhissalam öz sahabəsi şagirdi Əba Səlt adında bir nəfərə Şaban ayının son cüməsində belə buyurur. Əba Səlt deyir ki, cümə günü idi. Bax, elə belə bir cümə günü. Şaban ayının axırıncı cüməsi idi. İmam Rıza əleyhissalamın yanına daxil oldum. İmam mənə belə buyurdu. Ey Əba Səlt, Şaban ayının çoxu gedib və bu onun sonuncu cüməsidir. Bu ayın keçmiş günlərində etdiyin səhlənkarlıqları bu ayın qalan günlərində düzəltməyə çalış. İndiyə qədər Şaban ayının keçən günlərində nə səhvlərin olub, nəyi düzəltməliydin, düzəltməmisən, nəyi yerinə yetirməliydin, etməmisən, onları bu bir neçə gündə Ramazan ayına qalan günlərdə düzəlt. Neyniyim? İmam bir-bir ona gözəl tövsiyələr verir. Qulaq asın, Ramazan ayına qədər gəlin, Allahdan tövfiq istəyək, imamın bu sözlərinə əməl eləyək. İmam buyurur, əksir minəd dua, çoxlu dua elə, duaları artır. Dua eləyirsən, amma indi duanı nə etməlisən? Artırmalısan. Vəl istiğfar, yəni əksir minəl istiğfar, tövbə, istiğfar, Allahdan bağışlamaq, diləməyi artır. Tövbə elə. Dualarda var ilahi. Bildiyim, bilmədiyim, yadımda qalan, qalmayan, cəmaatdan gizli olan, sənə gizli olmayan, nə günahlarım var, hamısını əff elə. Qoy Ramazan ayına pak təmiz girəsən, Allahın qonaqlığına girəndə boynunda bir şey qalmasın. Fəstəqbilil şəhrə bil Qur'an. Çoxlu Quran oxu. Bu ayı, Quran hansı ayda nazil olub? Ramazan ayında. Ramazan ayını Quran oxumaqla qarşıla. Hər gün 50 ayı oxumağı tapşırıblar. Nə bacarırsınız oxuyun. İndi Ramazan ayına Quran oxumağın sayını artırın. Vatub ilallah min zunubik. Tövbə. Allahdan tövbə istə. Nə günah qalıb? Bilirsən filan günahdan hələ əl çəkə bilmirəm. Adət eləmişəm, narahat oluram, o günahdan uzaq düşə bilmirəm. O günahı Ramazan ayına qədər təmizlə. Tövbə elə, qayıt Allaha tərəf. Tövbə Allaha qayıtmaqdır. La tədəənnə əmanətən fi unuqikə illa əddəytəha. Tövbə günahlardan olur. Allahın haqqı, bir də var cəmaatın haqqı. Kimin boynunda haqqın var, apar qaytar. Bir kimin əmanəti boynunda varsa, ged qaytar, saxlama. Allahın qonaqlığına Ramazan ayına gedərsən, Allah Teala'dan cavab birdən gələr ki, cəmaatın haqqı ilə nə gəlmişsiniz mənim yanıma? Hətta baxın, cümləyə bax. Və la fi qəlbikə hiqdən alə müminin illə nəzətə. Qəlbində hansısa bir mömin qardaşının kini, acığı varsa, onu qopart. İncimisən. Filan vaxtı bir söz dedi, xətrimə dəydi. Filan vaxtı mənə bir yaxşı baxmadı, filan vaxtı filan şey istədim, vermədi. Nəsə o qardaşdan narazılığın var. Saxlamısan ürəyində. Belə olmaz Ramazan ayına getmək. Allahın qonaqlığına, ayına belə qonaq olmaq olmaz. İmam deyir, kimə qarşı qəlbində bir şey varsa, o qəlbindəkini də sil, qopart, at. Və la zənbən əntə murtakibuhu
illa qala'ta anhu. Elə bir günah saxlama ki, ondan qopasan. Qop, bütün günahlardan ayrıl. Pak, təmiz, xalis ol. Və təvəkkəl aleyhi fi sirri əmrikə və alaniyətih. Allaha təvəkkül elə. İşlərini Allaha tapşır. Həm gizlində, həm aşkarda. Sonra imam buyurdu. Bu duanı çox elə. Bu duanı çox oxu. Ramazan ayının, üzr istəyirəm, Şaban ayının bu qalan günlərində bu duanı çox oxuyun möminlər. İmamın buyurduğudur. Allahümmə illəm takun ғəfərtə lənə fīmə məzə min şə'ban fəğfir lənə fīmə bəqiyə minə. Pərverdigara, Allahım, Şaban ayının keçən günlərində əgər indiyə qədər məni bağışlamamsansa, bundan qalan günlərdə məni bağışlayıb əff elə. İmamın buyurduqlarına əməl etsək, imamın kəlamında deyilənlərə əməl etsək, pak, təmiz, halallıq almış Ramazan ayında daxil olacaq Allahın qonaqlığına inşallah. Ayətullah Cavadı Amili hal-hazırda sağdır, böyük alimlərdən, ayətullahlardandır, tanınmış alimdir. Tanınmağı da siz də tanıyırsınız. Rəhmətli İmam Xümeyninin keçmiş SSR-nin prezidentinə Qarbaçova məktubun gətirən alimdir. İmam Xümeyni məktub yazmışdı Qarbaçova, orada xəbər vermişdi, gələcəkdə SSR-i dağılacaq, bəli, nələr baş verəcək. O məktubu bu alimə, Ayətullaha vermişdi, apar çatdır Qarbaçova, özündə oxu. Hal-hazırda sağdır, filosof, Quran müfəssiri, dünyəvi və dini elmləri bilən bir adamdır. Buyurur ki, Şaban ayının son günlərində ariflər, alimlər, möminlər narahat olardılar. Nədən narahat olardılar? İlim bitdi, yeni ilim başlayır. Ramazan ayı yeni ildir. Bir də yeni il var, ölkələrdə dəyişilir. Amma bir yeni il var ki, mömin üçün. Möminin yeni ili hədislərə əsasən, alimlərin buyurduğuna əsasən Ramazan ayıdır. Ramazan ayı yeni ilimiz başlayır. Bu bir ildə fikirləş. Mən qabağa düşdüm, arxaya qaldım. Mən nə qazandım? Günahım çoxaldı, yoxsa savabım çoxaldı? İtirdiyim çoxdur, qazandığım çoxdur. Baxım görüm nə etmişəm mən. Mən bu halda, bu vəziyyətdə gedirəm Allahın qonaqlığına. Allah mənə deyər, ay bəndə, ay filan kəs. Keçən Ramazandan bu Ramazana qədər niyə özünü belə aparmısan? Ona görə qardaşlar, çalışın. Ramazan ayına daxil olmamış, həm Allahın haqqını boynunuzdan götürün, tövbə eləyin, həm də cəmaatın haqqını götürün. Mən indi bu sözləri deyən bir ruhani, dini xidmətçisi, sizin xidmətçiniz kimi hər Şaban ayının son cüməsində birinci özümə deyirəm bu sözü. Və sizə burada üzümü tutub deyirəm, məni eşidənlər, məni dinləyənlər, kimin mənim boynumda haqqı varsa, səhvim varsa ki var, nöqsanım varsa ki var, Subhan Allahdır, məsum əhl-i beytdir. Mənə haqqınızı halal edin. Mən qiyamətdə sizlə üz-üzə qalmayayım. İnşallah mənim yaxamdan yapışmayasınız ki, mənim haqqım qalıb boynunda. Bir-birinizə halal edin. Əgər mənim də nəsə haqqım varsa, halal xoşsa olsun. Bir-birinizi bağışlayın. Küslü qalmayın, yaman olmayın. İmam nə dedi? Qəlbinizdə bir-birinizə qarşı bir şey saxlamayın. Əlvi qaldırarsan, duan qəbul olmaz. Niyə? Çünki hansı haqq var? Kiminsə xətrinə dəymisən, kiminsə incitmisən. Get qucaqla halallıq al. Nə olar ki? Utanırsan bir qardaşa dinən göndər. Dinən qardaş halal elə. Özü gələnmədi. Telefonla yaz. Eləməsə də halal narahat olma. Allah görür, bilir ki, mənim bəndəm Ramazan ayından qabaq boynunda haqq qoymadı. Çatmasın mənim qulağıma bizim Hüseyniyyədə, ətrafımızda namaz qılan, hər ikisi ya Hüseyn deyən, ya Əli deyən möminlər bir-birini dindirməsin. Bir-birindən yaman qalsın. Nə olacaq? Eşit. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə. Əbu Zərə gör nədir? Ya Əbu Zər, İyyaka və hicranə əxik. Çəkin qardaşından yaman qalmaqdan. Nə olacaq qalsan? Fə innəl əməl la yətəqəbbəlu minəl hicran. Yaman qalanda o iki qardaşın birindən yamandılar, heç birinin əməli qəbul deyil. 200 ərzi qaldırırsınız Ramazan ayında, iftar vaxtında. Allahümmə. Yamandır. O ona başqa cür baxır, bu da ona başqa cür baxır. Kimin səhvi varsa bilir, geçsin elə birinci o addım atsın, halallıq alsın.
Səhvin də yoxdursa, Ramazan ayına xatir, imamın kəlamına xatir, get qardaşını qucaqla, ondan barış. Cəmaatın haqqı o qədər mühümdür, möminlər. Cəmaatın haqqı o qədər əhəmiyyətlidir ki, bizim dinimiz deyib, şəhidin qanı yerə düşəndə ki, Allah bizə şəhadət nəsib eləsin. Allah Taala onun bütün günahlarını bağışlayır. Bizdə nədən başqa? Cəmaatın haqqından başqa. Çox çətindir. Allah rəhmət eləsin. Allama Tabatabayiyə, böyük İslam alimi, Quran müfəssiri, filosof, Təbrizdən, Nəcəf alimi idi. Onun haqqında bir söz nə deyirlər? Deyirlər, o qədər cəmaatın haqqına riayət edirdi. Ramazan ayı daxil olmamış. İndi birazdan bilir ki, neçə günü Ramazan ayı olacaq müəllim. Deyir, gəlib qonşuların qapısını döyürdü. Onları şirin dindirirdi. Necə lazımdır onlara mehriban. Sonra deyirdi ki, qarşıda Ramazan ayı gəlir. İcazə verirsiniz, birdən görsəm səhər yeməyə durmamısınız, gəlim sizi oyadım. Biri əgər sənə deyirsən, məni oyatma, sübh namazına, sən onu oyatmamazsan. Dur namazı qıl, təpi atma üstünə. Sən niyə oruç tutmursan, istəmir də qardaş, sən cəmaatın haqqına niyə girsən? Nəsiyyət feylə. Amma sən onu yuxudan oyatmaya haqqın yoxdur. Allama qonşularından icazə alardı ki, birdən Ramazan ayında gördüm, işığı sönüb. Sizi icazə verirsiniz səhər imsaka oyadım. Ona görə qardaşlar, bizim dinimiz bunu çox dəqiqdir. O qədər. İnsanların haqqı nədir? Heyvanın haqqına görə cavab verəcək. Bizim dinimiz deyir, heyvanı sağan, ondan süd sağan insan dırnağını çox uzatsa, o dırnağının heyvanı sağanda, süd üçün sağanda, o dırnaq heyvana əziyyət eləsə cavab verəcək. O deyirlər, süd sağanlar dırnağını o qədər uzatmasınlar ki, heyvana əziyyət eləməsin. Qərardır sən ondan süd alasan, o da sənə süd versin. Amma sən onu dırnağından yaralamamalısın. Ona görə qardaşlar, Ramazan ayında ehtiyatlı olun. Allahın ayına girməmiş, hamımız qardaş olaq, mehriban olaq, birimizi bağışlayaq. Ramazan ayında dua eləyəndə Allah Taala görsün ki, bu cəmiyyət bir-birinə halal eləyib. Bunlar qardaşdılar. Bunların qəlbinə bir-birinə qarşı kin, düşmənçilik, qara yoxdur. Bunların duasını qəbul edin, mələklər. Bunları eşidin. Bu çox mühümdür. Və sonda da Allaha duamız budur. Pərverdigara, Rəcəb ayını qurtardıq. Şaban ayının son günləridir. Və qarşıda Ramazan ayı gəlir. İlahi, bizi bağışla. Bizim günahlarımızı, xətalarımızı, nöqsanlarımızı əff elə. Bir-birimizin boynunda haqq saxlama. İmamın buyurduğu kimi, Şaban ayının keçən günlərində əgər bizi bağışlamamısansa, qarşıda gələn günlərdə bizi bağışlayıb əff elə.